Bazar gününü təmizliyə həsr etdim. Bir günə bütün evi yığışdırdım, bunu deməliyəm. Bugün düşündüm ki, ayrı-ayrı vasitələ əziyyət çəkməyim. Bir sprey götürdüm və başladım ev turnaya. Əvvəl qapıları sildim, toz, barmaq izi hamısı getdi. Mebellərin tozunu aldım. Elə rahat silindi ki, parıltı gələndə adam yorulduğunu unudur. Güzgüyə keçdim. Normalda iz qoyan şeylərə əsəbləşirəm, amma təmiz qaldı. Həqiqətən sildim və keçdim. Heç nəyi təkrarlamadım. Burada da sizə silinən və silinməyən tərəfi arasındakı fərqi göstərəm. Daha sonra lüstrun daşlarına keçdim. Çox qəşəng parıldadı. Nəticəyə baxın. İstifadə etdiyim məhsul dezinfeksiya edici olduğuna görə stollarda başladım onu silməyə. Hamamda ən çox bezdiyim yer krant başlıqlarındakı ərbdir. Püskürtdüm, əlimlə sürtdüm, daha sonra suyu tutdum və oldu yeni kimi. Burada da sizə göstərirəm ki, su qovuculuq da yaradır. Sonra keçdim mətbəxə, qazın üstündəki yağları təmizlədim, o da getdi. Üstəlik parıltı qalıb, bu hissəni çox sevdim. Aspiratorun üstü də eyni ilə o yapışqan ləkələr çıxdı, mətbəx artıq doğrudan da yığışmış kimi görünür. Bir sprey və bugünkü təmizliyim belə keçdi, əlcəksiz də rahat işlədim, qoxu falan yox idi.